Test toplusu, amillər bölməsi, səhifə 294, 80-ci sual. Benzol, nitrat turşusu ilə. Nə anlar? Nitrobenzol. Sonra bunun üzərinə hidrogen deyirik. Nə alırıq? Anilin. Sonra bunun üzərinə klor turşusu deyirik. Nə alırıq? C6H5, NH3, klor. Benim amonyum klorid. Bu da azet maddəsi. Burada azotun oksidaşma dərəcəsi və valentliyi neçədir? Amonyum duzlarında azotun valentliyi 4'dür. Və azotun oksidaşma dərəcəsi də -3'dür. Y. %4. Monoamin. Karbon 6-12. Neytron 6. Hidrogen 1-1. Neytron yoxdur. Deuterium 1. Şimdi bunun amilin formunu yazar. Mesela CrH2+3E. Burada neytron sayı. Mesela hamısını protein götürsək hidrogenləri, hə? Hidrogende neytron olmaz, protein götürsək. Ne yazarıq? 6N üstəgəl 7 bərabərdir 34. 6N bərabərdir 27. N neçə olur? 4 qalıq nə qalır? Qalır 3 qalır. Yəni 3 dənə deuterium var. Yəni karbon 4'dür. S4. S4 karbon 4 dənə olan və 3 dənə deuterium olsun. Bəli, C variantı. %24. Metlamin və etan. Cəmi 22,4 litr. Klor turşusu olan qabdan keçəndə. H-klor məhlulundan keçəndə. Hansı daxil olur klor turşusu ilə? Metlamin. 7 tam %75 gram artır. Yəni 7 tam %75 gram metil amin daxil olur. Çünki metlamin H-klor daxil qabda qalır. Amma etan daxil olmaq çıxar, qabdan çıxar. Metlamin H-klorla CH3, NH3 klor. Buz alınır. Yaxşı. Şimdi bu 7 tam %75 gram metlamin neçə litr olar? Bunun moleküler kütləsi 31'dir. 31 gram 22,4 7 tam %75 gram neçə litrdir? Neçə olacaq? 5,6 litr. Metil amin 5,6 litr. Onda metil aminin mol payı nə qədərdir? 5,6 bölünsün 22,4 burası 100. 25%.
128. Amin. Alfabetik amin. Şimdi burada proton sayı 26. Formu tapaq. Ne yazır? 6n, bu da 0'dır. Üstəgəl 7. Bərabərdir. Yəni proton ne? Hə, neutron yox, proton. 6n üstəgəl neçə? 2n üstəgəl 3 üstəgəl 7. O da 26. 8'e üstəgəl 10. En neçədir? 2. Yaxşı. Deməli, bu nədir? C2H 7F. Bunun əməli neçə olacaq? Hə? 45'də, hə? Deməli, deməli, yanmasından alınan qaz qarşısı. Bunun molekül hissəsi 45'dir. Amma neçə qram elibdir? 90 qramdır. Bu da neçə mol deməkdir? 2 moldur. Yaxşı. C2H7F. Bunun yanmasında, yəni birbaşa yazdıqda 2 mol yandıqda, hə? Nə qədər karbon qazı alınır? 4 mol karbon qazı. Nə qədər azot qazı? 1 mol, hə? Bəli, bir də su. Bu da qaz qarşılığı da. 2 mol yanında nə qədər olacaq? 5 mol. 5 vurulsa 22 onadır. 112 litr. Tamam, 112 litr. %30. Amindir. Birli amin. Ümumiyyətlə amin yazar. Amin ümumi formunu yazar. CH2N deyək. Hə. Şimdi burada proton sayı nə qədərdir? Nə qədər olur proton? 8'e üstəgəl 10. Aha. Neytron sayı nə qədərdir? Deməli, burada neytron yoxdur. 6n üstəgəl 7. Proton neytron fərqi 2n üstəgəl 3. O da 11'ə bərabərdir. N bərabərdir 4. Hə? Deməli, formül nə oldu? C4 H9 FH2. Hə? Birli amin deyil. Bu C4H9'un radikalı, neçə müxtəlif radikalı var C4H9'un? Hə, metil radikalın maksimum sayını deyir də, hə? Yəni CH3'ün maksimum sayı. Hansında olacaq CH3'ün? Mesela bir var butilamin. Burada bir dənə metil radikalı var, hə? Bir var, məsələn, deyək ki, izobutilamin. Burada 2 dənə CH3 var. İkili butildə də 2 dənə CH3 var. Bir də üçlü butilamin. Burada da 3 dənə CH3 var. Yəni maksimum nə qədər ola bilər CH3? 3 dənə. Deməli, maksimum 3 ola bilər. Amin tuşları səhifə 302 54-cü sual. Duz alınmayan. Məsələn, birinci. Glisin. Bu turşu tərəfdir. Üstəgəl amonyak.
birleşir. Amonyum duzu alınır. Bu duzdur. Alınır bu. Buna çıxdı. Bizə lazım ki, duz alınmasın. İkinci, gliserin, istəyəcək etil spiriti. Bəs burada nə alınır? Spiritlə reaksiya edirsə, mürəkkəb efir alınır. Mürəkkəb efir alınır. Bu da, yəni bu duz alınır ikincində. Üçüncü də ümumiyyətlə reaksiya getməz. Natri kloridinə reaksiya girməz. Burada duz alınmaz. 2-3 olacaq. Yetmiş. 0,4 mol amin silikat turşusu reaksiya daxil ola biləcək 7,4% xlor turşusu. Amin silikat turşusu istəyəcək xlorid turşusu. Demək, nə alınacaq burada? Birləşikdə duz alınacaq. Yaxşı. Bir mola 36,5 qramdır. 0,4 mola isə neçə qramdır? 14,6. Bu da neçə faizdir? 7,3 faizdir. O zaman məhlul neçə qram olar? $200 qram. %18. Molekül kütləsi M olan turşu. Turşudan alınır amin turşusu. Monoamin monokarbon turşusu. Buna uyğun turşu nə yazarıq? Karbon sayı M+1-də dəyişmir, düzdür? M+1 COOH. Bunun molekül kütləsi M-dirsə, bununki neçə olacaq deməli? Müqayisəlikdə karbonçu qruplar gedir, CNH-lər gedir. Burada hidrogen biri gedir, burada gedir. Qaldı nə burada? NH. Yəni M+15. Bəli, amin turşusu M+15-dir. M+15. Əmələ gələn dipeptid. Yəni dipeptid olması 2 amin turşusu olmalıdır. Dipeptid və 1 mol su. Onda deyirik ki, 2 vurulsun M+15 bərabər dipeptid, bir də 1 mol su. 18. O da neçə olacaqdır? Dipeptid 2 12 böbəndi.
1,22. Doymuş bir atomlu spirtin molekülər kütləsi A. Spirtdən əmələ gələn amin turşunun əmələ gətirdiyi tripeptidin molekülər kütləsi. Məsələn, spirtdən amin turşusu. Amin turşusu karbon sayı nədir? N=1'dir. Ona uyğun olaraq spirt necə yazır formula? CnHCl plus 1 nə? CH2OH yazar. Çünki karbon sayı N=1'dir. Bunun molekülər kütləsi A-dırsa, bunun molekülər kütləsi nə olacaqdır? Müqayisə edirik. CnHCl nə gedir? OH gedir. Karbon gedir. Başqa nə gedir? Burada 2 hidrogen gedir. Nə qaldı deməli? Burada bir hidrogen qaldı. Burada azotla oksijen qaldı. Yəni azotla oksijen 14, 16, 30, bir hidrogen çıxılır 29. Yəni A=29 oldu. Amin turşusunun molekülər kütləsi. Bundan əmələ gələn tripeptid. 3 amin turşusuna alınır tripeptid. 2 mol su. 3 vuraq. A=29. Bərabərdir. Tripeptid =36. Tripeptid neçə olar? Üç A neçə? 51. A bəndə. 140. 140 nədir? 2 mol glisin sözünə yazaq. 2 mol glisin. 2 mol alanin. Bundan nə alınır? Tripeptid, tetrapeptid. Neçə mol su? 3 mol da su. Yaxşı. İndi glisin molekülər kütləsi 75. 2 vur 75. Alanin də 89. 2 vur 89. Bərabər tetrapeptid. Bir də 3 mol su neçə eləyir? 54. Aha. Tapaq. Bəli. 274 mi? Yaş. 144. Eyni amin turşusunun tripeptidi. Tripeptidin hidrozinə neçə mol su lazımdır? 2. 3 amin turşusu almış. 113,4 qrama 135 qram düşür. Onda nə qədər olur kütlə fərqi? 21,6. Suyun kütləsi. Onda burada 2 mol sudur yəni. 2 mol su 36. 36'ya da amin turşusunu soruşur. 3 amin turşusu eləyir. Bəli. 3 amin turşusu nəyə bərabərdir? 225.
225. Amin turşusu 75. 148. Amin turşusunun molyar kütləsi 75'dir. Bu polikonda işləşərək 2,7 qram su ayrılır. Neçə qram tetrapeptit alınır? Tetrapeptit alınması üçün 4 amin turşusu. Bəli. Deməli, tetrapeptit və 3 mol su. Bəli. Nə dedik? 4 bıraq 75 bərabərdir. Bunun molyar kütləsi bir də üstəcə 54. Bəli. Neçə eləyər? Əvvəlcə molyar kütləsini tapırıq. Bəli? 246. Yaxşı. Deməli 246-ya 54 qram su düşür. 2,7 qram su düşürsə, onda bu neçə qram deməkdir? 12,3. 12,3. Bəli. %54. Deməli, ikiz özü amin turşudur, özü əmələ gətirdiyi dipeptin molyar kütləsi 160-dır. Deməli, 2 ikiz, belə deyək, 2 ikiz alınır dipeptit. Əvvəlcə ayrı-ayrılıqda ikisin və y-in molyar kütləsini tapaq. İkisin və y-in. Deməli, yazıq 2 ikiz bərabərdir 160 üstəgəl 1 mol su. Yəni 18. İkiz bərabərdir. Neçə olur? 89. İkisin molyar kütləsi 89. Sonra keçək opsiyona. 2y alınır dipeptit 1 mol su. Yəni 2y bərabərdir 132 üstəgəl 18. Y neçə? 75. Biri 89, biri 75. Sonra ikiz üstəgələk y alınır dipeptit 1 mol su. Yəni 89 üstəgəl 75 alınır dipeptit bir də 18. Bəli. Neçə? 146. Cavab 146.